Bəhruz evdən çıxanda küçədə uşaqlarla rastlaşıb. Söhbət çəkiblər ki, gedəyim bilərdi oynayın. 12 nömrəli məktəbdən biraz aşağı, məktəbin biraz aşağıda bilərxana var, çayxana var. Bunlar heç gedib çayxanaya çatmamış. Bunlar çayxanaya çatmamış. Bir dənə ağ maşınla bir nəfər gəlib saxlayıbdır. Bu da polis serjantı Samirdir. Saxlayıbdır, düşübdür Bəhruzla. Uzaqlaşıb, görüşübdür. Bunlar paralel sinifdə oxuyublar. Uzaqlaşıbdır, görüşübdür. Bu momentdə 015 markalı maşın bunların böyründə dayanıb. Qapılar açıb maşının içindəkilər düşən kimi Samir Bəhruzun qolunu vurub, bunlara təhvil verib ki, alın bunu aparın. Mülki maşını otuzdurublar, Bəhruzda yoxsa polis maşınına? 015 mülki maşın. Polis maşınları olmayıb bunların heç biri. İndi o birisi uşağıdır tuplar salıblar maşına. Mosu dedi ki, mən soruşdum ki, bizi hara aparırsan? Nə səbəb aparırsan, deyib, orada bilərsiniz. Maşınla gətirirdilər idarəyə. Maşında deməli, çöl görüntülərini polis şöbəsindən bizə göstərdilər. 015 markalı maşın dayanır. Bəhruz o qədər mərd uşaq idi ki, çevikdir, mərddir, qıvraqdır. O maşından bunu düşürdən kimi, deməli o bir nəfər ki, bunları tutan adamlar var. Bəhruzun qolundan beləcə tutur, Bəhruz o biri tərəfdədir. Görüntüyə bu düşür. Bəhruz quzu kimi bunun böyründə gedir. Vallahi bu mümkün olan şey deyil. İçəri girirlər, içəri girdiyi görsəlinir. Hələlik bizə içəri görüntüləri görsətməyiblər. Onu sabaha söz veriblər ki, göstərəcəyik. Sonra o birisi uşağında bir nəfər qolundan tutur aparır gedir. İndi mən məhətdə qalmışam ki, Bəhruzu o maşının içində nə eləyiblər ki, o quzu kimi bunların böyründə gedir. Nə qolunda qandal yox, nə bir şey yox. Beləcənə qolundan bir nəfər tutdu, beləcə bax, böyür-böyrə gedirlər. Aparır gedir. Bu mümkün olan şeydir ki, polis maşında ona nəsə eləyiblər. Nə eləyə bilərdilər polis maşınında? Nə eləməzlər ki? Bəhruzun böyründə zədələr olubdur. Yəqin ki, elektroşok veriblər, nəsə eləyiblər ki ona. Deməli, dünənlərim xahiş elədim ki, otağı mənə görsədim. Görsətdilər. Deməli, otağa girən kimi, otaqda bir dənə balaca belə stol, bir stol bu yüzdə, bir stol bu yüzdə. Onun o biri tərəfində kompüter stoludur, böyük belə. Bir adam burada oturur, bir adam burada oturur. Onun o tərəfində pəncərədir. Bu buradan nə tər çıxa bilər? Kompüter stolun arxasında pəncərədir. Kompüter stolun arxasında pəncərədir. Orada neçə nəfər olubdu? Həmin otaqda neçə nəfər olub həmin vaxt? Bəhruz ora aparanda, onu bizə demirlər axı. Mən orada soruşdum ki, ay qardaş dedim, buradan o uşaq özünə aparıb pulya bilər. Deyəndə kimsə oradan dedi ki, deməli, Bəhruz dadı, həmən bunu dindirən adam, çölə çıxıb, bayra çıxıb, Bəhruz içərdə qalıb tək. Stolun üstündə də dedilər, ayaq izləri var idi. Ayaq izləri vardı, o nə götür, silmişsən oradan. Bu bir. İkincisi, Bəhruzu çıxdıq çölə. Oradan pəncərədən baxdıq, gördük ki, çöldə belə ləkə kimi şeylər var. Çıxdıq çölə, düşdük həyətə. Belə baxdım ki, buradan ora. Durduğu yerdə heç bir idmançı 8 metrə tullana bilməz. Bu mümkün olan şey deyil. Deməli, binadan 6 metr məsafədə Bəhruzun qanıdır. Deməli, bu bunun başının beynindən zad olan qanıdır. Bundan da o tərəfə 2 metrə, bu düşməli 8 metr yürüyür də qardaş. Plus, birinci mərtəbə ilə ikinci mərtəbənin arasında böyük bir plaşatka var. Hardasa o plaşatkanın bir metrə yarım eni, bir 3-4 metrdə uzunu var. Bəhruz özünü oradan tulluyursa da,
Deməli, 3-cü mərtəbədən 2-ci mərtəbə, 1-ci mərtəbədən üstüne tullanır da. Niyə özünü yerə tulluyor? Bu, belə götürəndə, plaşatkanın üstünün tam üstü yox, bir balaca böğründə, bir 30 santim arasında bu pəncərədir. Bəhruz seviş cıvraq uşaqdır. Özünü o pəncərədən 2-ci mərtəbəyə tullanır ki, zədəsi olmasın. Oradan da 1-ci mərtəbəyə tullanıb qaça bilər. Ümumiyyətlə, Bəhruzun işlədiyi, siz bilən hər hansı bir cinayəti var idi ki, özünü ölüm həddinə çatdırsın. Ay sənin qadan alım. Vətənə qulluqdan savaya heç bir izah Bəhruz hərbi xidmətdə olub. Qeyraqanda əskərlikdə olub 2 il. Oradan da gəlib, mən məsələn Rusiyada geyib gəlirdim, edirdim qabaqlar. Aparırdım, gedirdim, gəlirdim, öz yanımda olurdu. Bəhruzun heç bir cinayəti indiyə kimi olmuyor. Bəs polis bölməsi sən nə deyirlər? Nə adla gətiriblər bəs polis bölməsinə? Mənə heç nə demirlər, deyir ki, o barədə heç bir məlumat Yəni yoxdur. şübhəli şəxs qismində saxlamışıq deyirlər. Bəli. Nədən şübhələnib saxlayıblar? Şübhəli şəxs qismində, nə deyirlər ya burada da? Ha? Nə? narkotik. Yox, o narkotik mühafizəsi kimi bunu o adamlar tuta bilməz axı, onların ixtiyarı yoxdur mu? Aynısı yazılan da. Polisin dediği odur. Yəni polisin İndi nədən şübhələnirsə deyəmirəm. Ki, morqda cibindən narkotik... Onu deyəcəm sizə mən. Onu Nə mən idi sizə o deyəcəm. məsələ? Onu mən şimdi sizə deyəcəm. ABŞ-da qayda qanunla, dövlət qayda qanunla saxlanılan adam polis şöbəsinə girən kimi bunun cibləri araşdırılmalıdır. Cibində nə varsa götürüb təhvil verilməlidir. Ondan sonra qalmalıdır otağa mı, nə bilim mən, harasa bunun cibindən nə sigareti yoxdur. Nə 5 manat, 3 manat pulu varsa o yoxdur. Nə qol saati yoxdur. Nə telefonu yoxdur. Bunlar hamısı götürülür. Nətər olur ki, həmən morqda mənim qardaşımın yanında o sistem işçiləri onun cibindən bu boyda pişirli nəsə çıxardırlar. Balaca nəşə çıxardıb mənə göstərdilər, əmimlə mən. Bəli. Mənim cibindən hər şey götürüldü, bir dənə Hər şey götürülür, güya o qalıb. Amma əsas məsələ onu çıxartmaqdır. Əgər bu bunun cibində olursa da əvvəldən, onu da çıxardardın da sən. Telefonu götürüləndə Ümumiyyətlə, əvvəllər Bəhruz polisə düşübdür, hər hansı bir... Xeyr, heç bir Bəhruzun, heç bir cinayəti, heç bir taksiri, heç adı yoxdur. Deməli, Mingəçevir ekspertinin məzuniyyətdə olub, Yevlaq eksperti gəlib burada Bəhruzu yarıb, oradan analiz nümunələri götürübdür. Mən şəxsən onların bu dadına etiraz eləmişəm. Nəyə etiraz etmişsiniz? O ekspertin rəyinə mən heç bir nə bilmirəm, nə yazıb, nə yazmayıb, mənim məlumatım yoxdur. Mən onlara inanmadım. Ürəyim madədir ki, bunlar sağ lazım deyil. Ekspertin rəyi var hazırda əlinizdə. Xeyr. Bir nəfər sistem işçisi bir vətəndaşı saxlayırsa, birinci növbədə onun təhlükəsizliyini təmin etməlidir. Amma bu bunun ölümünə şərait yaradıbdır. Otaqda qoyub çıxıb gedibdir ki, mən gedim aşağıdan dad gətirim. Nə deyirlər buna? Şahid gətirin. Aya qadan alım. Sən oradan zəng edirsən, priyomdan bir nəfər, 4-5 nəfərdirlər. Adamı gətirib qoyur şahid kimi. Sən bunun ölümünə şərait yaradırsan. Hər bir otaqda kondisioner var, pəncərə niyə açıqdır? Pəncərə niyə çıxdı? Mən o sualı verdim onlara. Həmin gibi stol falan. Dedim, sizin pəncərələr niyə açıq olubdur? Bu boyda kondisioneriniz var. Qayıtlar mənə dedilər ki, həmən gün kondisioner işləmirdi. Dedim, lap yaxşı. Kondisioner işləmirdi, çox gözəl. Sizin dedim, otaqda bu sərinlik harasa 18, 20, 22 dərəcə olar. Amma çöldə 50 dərəcəsi var. 50 dərəcəsi də sən çöl pəncərəsini açıq qoyursan ki, isti içəridə olsun. Buna nə dərəcədə inandırıcıdır? Ümumiyyətlə, bayırda yerləşən kameraların görüntüləri təqdim olunub sizə? Bizə onu sabah təqdim edəcəklər. Deməli, 19-25-də göstərici ilə Bəhruzu içəri aparırlar. Şöbə salırlar, qapıdan içəri girir. 19:45-də, 10 dəqiqə sonra Bəhruz özünü pəncərədən atmış olur bunların dediyinə görə. 10 dəqiqə ərzində bu
bu polis işçisi, bunu dindirən adam nə iş görübdür? Heç bir izahat yoxdur. Heç bir izahat alınmayıb Bəhruzdan. Yazılı hər hansı bir sənəd var orada. Heç bir sənəd yoxdur Bəhruz haqqında. Onlardan heç bir məlumat yoxdur ki, Bəhruz bizə bu danıları verdi, bu söhbəti elədi, bunu elədi, bunu elədi. Deməli 10 dəqiqə ərzində bunlar Bəhruzu döyməklə məşğul oldu. Mən 27 il ərzində xəstəxanalarda yata-yata, çöldə bayırda məsələn işləyə-işləyə, mən Bəhruzu 27 ilə böyütmüşəm. Beni kanlık. Nəyə görə mən bunu böyütmüşdüm ki, hansı alçaqsa, təcrübəsizliyindənmi, nə bilim mən nədənmi mənim uşağımı Her bilen canım dövüldü. məhv eləməlidir. Başını yesin. Mən olmuşam polis şöbəsində. Təzə gələn, Bakıdan gələn general var. Onun açığını deyim ki, mən onun adını yadımda saxlaya bilmirəm. Daha bilmirəm kimdir. Mingəçevirə təhkim olunur ki, bu işlə əlaqədar sən orada olmalısan. O, şöbənin rəisi, Çıkardı külası. sonra kimlər var idi? Nəsə, oturmuşuq, söhbət eləmişik. Onlar oradan zəng ediblər. Bakıdan gələn baş müstəmtik gəlibdi şöbəyə. Onlar bana deyiblər ki, tam arxayın ol, tam arxayın ol. Sənin işin operativ sürətdə keçiriləcək. Nəyə etiraz olaraq yığışıblar? Mən sonradan şöbəyə getməmişəm axı. Beruzun günahsız ölmeyene göre yıldan. Onlar deyirlər ki, bu gün Bəhruza elənən haqsızlıq sabah bizə elənəcəkdir. Bir dənə o söz deyil. Ondan qorxurlar. Hamısı da o söz deyil. Hələ bana deyirlər ki, sən niyə belə hərəkət edirsən? Sən niyə qoymadın bizim meyti şəhər boyu gəzdirək? Dedim, mənə o lazım deyil. Haqsızlıq baş götürüb gedir vallahi. Yalnız haqsızlığa görə gediblər oraya ki, bu haqsızlıq ortadan qalxaq qaldırılacaq.